İmam Əhməd rahimehullah'dan soruşurlar ki, təvəkkül nədir? Cavab olaraq deyir ki, qəlbinin yaradılmışlardan, insanlardan ümidini kəsməsidir. Və ondan soruşurlar ki, nəyə əsasən sən bunu söylədin? Cavab olaraq deyir ki, İbrahim əleyhissalamın ateşə atıldığı zaman dediyi sözlər. İbrahim əleyhissalam ateşə atıldığı zaman Cəbrail əleyhissalamı Allah Taala göndərir onun yanına. Cəbrail əleyhissalam onun yanına gələrək deyir ki, nə istəyirsənsə məndən istə. Siz təsəvvür edin. Tonqal qalanıb. Tonqalda kim qalıb? Atası. Çünki İbrahim əleyhissalam atasının ibadət etdiklərinə qarşı çıxdığı üçün, atasını və qövmünü, cəmaatını tək Allaha ibadətə çağırdığı üçün onun üçün böyük bir tonqal qalıyırlar və İbrahim əleyhissalamı atırlar odun içərisinə. Təsəvvür edin, ateşə atıldığı zaman Allah Taala Cəbrail əleyhissalamı göndərir və deyir ki, Cəbrail əleyhissalam gəlir deyir ki, məndən nə istəyirsənsə, istə onu eləyəcəm. Cəbrail əleyhissalam deyir ona. Təsəvvür edin, ateşə atıldığı zaman, havada olarkən. O zaman İbrahim əleyhissalam ona deyir, yəni səndən nə istəsən, o da deyir ki, bəli, məndən nə istəsən. Elə isə deyir, səndən istəmirəm, Allahdan istəyirəm. Allahu Ekber. Bundan sonra Allah Subhanahu wa Taala ateşə bərdən və səlamən deyir. Salamat və sərin ol İbrahim üçün. Sərinlik isə rahatlıqdır. Allah Subhanahu Taala ateşə ona zərər verməsin deyənə onu sərin etdi. Həm də salamat etdi. Allah Subhanahu Taala elə etdi ki, bu bütün təbiətin qanunlarına, hər bir şey zidd olan bir şeydir. Ki insan oda atılsın və yanmasın. Allah Taala bunu kimin üçün etdi? İbrahim əleyhissalam üçün. İbrahimin daşıdığı qəlb üçün. Allahın dostu üçün. Bəzi təfsirlərdə gəlib ki, İbrahim əleyhissalam həmin o ateşdə 40-50 günə yaxın qalır. Və Allah Taala'nın onun atdığı yeri yamyaşıl idi. Ətraf isə yanırdı. Və qövmü, atası başda olmaqla heç kəs o ateşə yaxınlaşa bilmədilər. Və sonunda İbrahim əleyhissalam ateşdən çıxdığı zaman İbrahim əleyhissalamın atası belə deyir: "Ey İbrahim, nə gözəl Rəbbin var.